Salam əziz müəllimlər, salam əziz abituriyentlər. Bildiyiniz kimi biz 20 sınağın artıq növbəti test nümunələrini izah etməyə başlayırıq. Hal-hazırda sınaq 6, yəni biosfer və coğrafi təbəqə mövzusuna gəlin birlikdə diqqət eləyək. İlk sualımız belədir. Deməli, sualda bizə deyir ki, qarşımızda asılı suallar. Deməli, xəritə sxemdə rəqəmlərlə göstərilmiş ərazilərə uyğun gələn təbii zonaları müəyyən edin. Yoldaşlar, gördüyümüz birinci məntəqə əlbəttə ki, Aralıq dənizi hövzəsi olduğu üçün burada əsas etibarilə yayılıb həmişə yaşıl zodiak yarpaqlı meşəkolluqlar C variantı. İkinci məntəqə Şərqi Asiya regionu olduğu üçün mövsümi küləklərin təsirlə burada yaranıb dəyişkən rütubətli musson meşələri D variantı. Üçüncü məntəqə bildiyimiz kimi mülayim enliklərin şimal hissələrini əhatə etdiyi üçün burada yayılıb yeni yarpaqlı tayqa meşələri A variantı. Dördüncü məntəqədə isə subtropik iqlim qurşağının La Plato balığı yerləşdiyi üçün burada yayılıb çöl zonası, yəni Pampa. C, D, A və B variantlarının uyğun gəldiyi cavab olacaq D variantı birinci test tapşırığında. Növbəti suala biz nəzər yetiririk yoldaşlar. Sual 2, gəlin baxaq. Sualda bizə nə deyir? Yoldaşlar, sualda bizə deyir ki, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Bildiyiniz kimi tundra qleyli və qırmızı sarı ferrari torpaqlar verilib. Tundra qleyli torpaqlar subarktik iqlim qurşağında, qırmızı sarı ferrari torpaqlar isə ekvatorial iqlim qurşağı daxilində inkişaf eləmişdir. Biri yalnız keçid, biri yalnız əsas iqlim qurşağıdır. İfrat rütubətlənmə şəraitində yaranırlar. Bu ortaq cəhətdir, çünki ekvatoriallı yağıntıların miqdarı çoxdur. Subarktikdə isə orta illik temperatur çox aşağı olduğu üçün buxarlama qabiliyyəti azdır. Əsas iqlim qurşağı daxilində formalaşan qırmızı sarı ferralitdir. Rütubətli ekvatorial meşələrdə 2. Əsasən ot bitkiləri altında yaranır. Əlbəttə ki, ot bitkiləri altında olacaq mamır və şibiyələr altında tundra qleyli, yəni olacaq müvafiq olaraq 3. Yayıldığı ərazilərdə bataqlıqlara rast gəlinir. İfrat rütubətlənmə şəraitində hər iki məntəqədə bataqlıqlar mövcuddur. Yəni, bu ortaq cəhətdir, 3-ə gedəcək 4. Keçid iqlim qurşağında formalaşmışdır. Tundra qleyli subarktik iqlim qurşağı daxilində olacaq 5. Və aqroiqlim ehtiyatları çox olan ərazidə yaranır. Əlbəttə ki, işıq və istilik cəminin bol olduğu yerlərdən nəzərdə tutulur. Olacaq qırmızı sarı ferralit 6. 3-5, 2-6, 1-4 variantı əlbəttə ki, D bəndinə uyğun gəlir ikinci test tapşırığında. Davam edirik yoldaşlar. Növbəti test nümunəsi, deməli, 3-cü sual. Sualda bizdən nə soruşur? Gəlin nəzər yetirək. Sualda bizə deyir ki, uyğunluğu müəyyən edin. Struktur torpaqlar və struktursuz torpaqlar. Dənavariliyi yüksək, su və hava rejimi əlverişli olan torpaqlar strukturlu, zəif olan torpaqlar isə struktursuz hesab olunur. Təbii ki, su və hava rejimi pis olan podzol torpaqlar olacaq struktursuz, qara torpaqlar olacaq strukturlu, qəhvəyi meşə torpaqları olacaq strukturlu, tundra qleyli torpaqlar eyni qaydada struktursuz və qonur meşə torpaqları strukturlu. Düzgün cavabımız 2-3-5 və 1-4 variantına uyğun gələn B bəndi hesab olundu 3-cü sualda. Növbəti sual nümunəsinə biz birlikdə gəlin diqqət eləyək. Sual 4. Sualda bizə nə soruşur? Sualda bizə deyir ki, ifrat rütubətlənmə şəraitində yaranan torpaqlar, yoldaşlar, qara torpaqlarda əmsal 0.3 ilə 0.6 arasıdır, ona görə olmaz. Qırmızı sarı ferralit ekvatorial ərazilərdə əmsal vahiddən böyükdür. Şabaldı torpaqlar çöl zonasında əsasən 0.3-0.6 arasıdır. Podzol torpaqlar, tayqa meşələri əlbəttə ki, əmsal vahiddən böyükdür. Tundra qleyli subarktik qurşaqda əmsal vahiddən böyükdür. Boz qonur torpaqlarda isə tropik səhra yarım-səhra landşaftlarında əmsal 0.3 ilə 0.1, bəzi yerlər hətta 0.1-dən də aşağıdır. Doğru cavab 2-4-5 variantımız A bəndi hesab edildi. 5-ci suala nəzər yetirək yoldaşlar. Sual belədir. Xəritə sxemdə rəqəmləri əsasən torpaq tiplərini müvafiq olaraq müəyyən edin. Yoldaşlar, rəqəmlərdən birincisi gördüyünüz kimi şimal subekvatorial iqlim, cənub subekvatorial iqlim qurşağı daxilindəki savanna və seyrək meşələr olduğu üçün torpaqları qırmızı qonurdur, yəni B. İkinci məntəqə yoldaşlar, tropik səhra landşaftında yerləşdiyi üçün burada torpaqlar boz qonurdur, C. Üçüncü məntəqə əlbəttə ki, mülayim enliklərin çöl zonalarında yarandığı üçün burada torpaqlar əsasən qara torpaqlardır, A, prerilərdə. Dördüncü məntəqə Qərbi Avropanın orta hissəsi olduğu üçün burada mülayim dəniz iqlim tipinə görə formalaşır. Təbii ki, qonur meşə torpaqları D. Cavabımız B, C, A, D. B, C, A, D. Düzgün cavab yoldaşlar 5-ci test tapşırığında C bəndi hesab edildi. Davam edirik növbəti sualla. 6-cı test tapşırığı. Gəlin diqqət yetirək suala. Sualda bizə deyir ki, xəritə sxemdə ifrat rütubətlənmə şəraitində yaranan torpaqların yayıldığı əraziləri müəyyən edin.
İfrat rütubətlənmə o deməkdir ki, yağıntıların miqdarı buxarlanma qabiliyyətindən çoxdur. Bu Azərbaycanın düzən bölgələrindən əsasən yağıntıların bol düşdüyü Lənkəran balığı və bir də dağlıq bölgə, orta dağlıq və yüksək dağlıqlar olacaq. Təbii ki, bir burada dağ çəmən torpaqlarını biz seçə bilərik. Eyni qaydada biz burada müvafiq olaraq 4 vulkanik yaylanı seçə bilərik. Subalp alp çəmənləri, bir də düzənliklərdə podzollu, qleyli sarı və dağ sarı torpaqlarının yayıldığı Lənkəran balığını seçə bilərik. 1, 4, 6 düzgün cavabımız yoldaşlar 6-cı test tapşırığında A bəndi hesab edildi. Burada verilənlərdən 2 Şəhər-Ordubat düzənliyi yarım səhra quruçöl landşaftıdır. Əsasən Ceyrançı-Azur, yarımsəhra quruçöl və Alçaq dağlığın kserofit landşaftlarıdır. Eyni zamanda Kür-Araz ovalığının aşağı Araz boyu düzənlikləri və Araz boyu düzənliklərdə isə boz-qonur torpaqlar yayılmışdır. Doğru cavabımız oldu 1, 4, 6 A variantı. 7-ci suala gəlin birlikdə nəzər yetirək. Sual belədir. Yağıntıların orta illik miqdarı 600 mm, buxarlanma qabiliyyəti 900 mm olan ərazi üçün səciyyəvi olan təbii zona və torpaq tipləri. Yoldaşlar, biz burada 600-ü müvafiq olaraq 900-ə böləcəyik. Əmsalı təyin eləməkdən ötəri. Təbii ki, 600-ü 900-ə böldükdə yuvarlaq 0,6 əmsal qeyd alınacaq. Bu da bizdə daha çox çöl zonaları üçün uyğun gəlir. 7-ci sualda biz cavablara baxsaq, əsasən çöl-meşə çöllərdə qara və şabaldı torpaqların üstünlük təşkil etməsini bilirik. Savanna seyrək meşələrdə əmsal 0,8 ilə 1 arasında olmalıdır. Rütubətli koteron meşələrdə rütubətlənmə əmsalı vahiddən böyük olmalıdır. Yarımsəhra quru çöllərdə bu rəqəm 0,3 və 0,1 arası olmalıdır. İyni yarpaqlı meşələrdə əmsal vahiddən böyük olmalıdır. 8-ci suala birlikdə nəzər yetirək. Sualda bizə deyir ki, Böyük Qafqaz dağlarında soyuq iqlim tipi şəraitində formalaşan landşaft, soyuq iqlim tipi yüksək dağlıqlar olduğu üçün əsasən dağ çəmən landşaftıdır. Dağ çəmənlikləri və landşaft və torpaq tipləri. Burada subalp alp çəmənlikləri mövcuddur. Subalp çəmənlikləri çimli və yumşaq çimli, alp çəmənliklərində isə torflu torpaqlara rast gəlinir. Doğru cavabımız olacaq. Subalp alp çəmənlikləri çimli və belə deyək, torflu dağ çəmən torpaqları. Düzgün cavabımız 8-də A bəndidir yoldaşlar. Növbəti suallara keçid edirik. Təbii ki, 9-cu test tapşırığı gəlin birlikdə nəzər yetirək. Sual belədir. Orta miqyaslı qlobusda Bakı şəhəri və ondan 180 dərəcə azimutda yerləşən A məntəqəsi arasında məsafə 4,44 santimetrdir. Orta miqyaslı qlobus siz bilirsiniz ki, 1 bölünsün 50 milyona bərabərdir. Yoldaşlar, biz buradan 5 sıfırı silsək qalır 500. 500 kilometri müvafiq olaraq vursaq 4,44-ə məsafəni təyin eləməkdən ötəri 500 vurulsun 4,44 elədi yoldaşlar 2220 kilometr. O məsafəni biz müvafiq olaraq meridian üzrə bölsək 111-ə böldüyümüz zaman bu eləyir 20 dərəcə. Deməli, məntəqə Bakıdan 180 azimutda, yəni cənubdadırsa, biz burada belə deyək, paralel üzrə baxsaq 40-dan 20 çıxacaq. Əlbəttə ki, 40-dan 20 çıxanda məntəqə 20 dərəcə şimal enliyi eləyəcək. Koordinatımız belə olur. 20 şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Deməli, bu məntəqə biz qeyd edəcəyik ki, A məntəqəsinin doğu səciyyəvi əlamətləri soruşur bizdən. Burada biz baxacaq ki, yazıb əkinçilik dəmiyə şəraitində aparılır. Bildiyimiz kimi yoldaşlar, tropiklərdə dəmiyə şəraitində əkinçilik ola bilməz. Boz torpaqlar yayılmışdır. Təbii ki, bu ifadə doğrudur. Ərəbistan yarımadası ətrafında. Zəngin bitki örtüyünə malikdir ifadəsi yanlışdır. Humid iqlim yanlışdır. Tropik səhra landşaftı doğrudur. 5 və günəş zenitdə olur doğrudur. Çünki 20 şimal enliyi 2 tropik arasındadır. Düzgün cavabımız 2, 5, 6 variant D bəndi hesab olundu 9-cu sualda. Yoldaşlar, 10-cu test tapşırığına birlikdə nəzər yetirək. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Rütubətlənmə əmsalı təbii zona və torpaq tipi bizdən soruşur. Səhralarda 0,2 əmsal ola bilər. Torpaq tipi doğrudur. Biri biz düzgün cavab kimi götürməliyik yoldaşlar. 1,1 çöl zonası ola bilməz. Çöldə 0,3-0,6 arası olmalıdır. Meşədə 1,2 və əmsalının vahiddən böyük olması konur torpaq düzdür. Tundrada əmsal vahiddən böyük olur. 0,6 ola bilməz. Tayqada əmsal vahiddən böyük olur. Lakin tayqada torpaqlar podzol, yəni küləçalan rəngdə olmalıdır. Şaballı torpaq işləri korladı. 1 və 3 düzgün cavabımız yoldaşlar hesab olundu A bəndi. 11-ci suala gəlin bir yerdə nəzər yetirək. Sual belədir. Doğru sıraları müəyyən edin. Təbii komponent deyəndə bir komponent, kompleks deyəndə qarşılıqlı əlaqələrin bir neçə komponent nəzərdə tutulacaq. Bir neçə. Ona görə də yoldaşlar, bir komponent təbii ki sudur. Bu doğru göstəricidir. Meşə təbii komponent deyil, kompleksdir. Ona görə də bu ifadə yanlışdır. Tayqa kompleksdir. Bu ifadə doğrudur. 1, 3. Ağac təbii ki bir komponent olduğu üçün kompleks ola bilməz. Süxur bir komponent olduğu üçün kompleks ola bilməz.
Hava isə bir komponentli, təbii ki, təbii komponent hesab olunacaq. 1, 3 və 6. Düzgün cavabımız 11-də hesab olundu yoldaşlar. C bəndi. Növbəti sual nümunəsinə nəzər yetiririk. Deməli, sualımız belədir. Sualda bizdə 12-də soruşur. Məntiqi ardıcıllığı müəyyən edin. Məntiqi ardıcıllıq belədir ki, yoldaşlar, burada suvarılma aparılır 4 ilə başlamalıyıq. Ardınca müvafiq olaraq biz baxacaq qurun suların səviyyəsi artır fikrinə, qurun sularının səviyyəsi artır suvarılma aparıldıqda. Ondan sonra gələcək torpaq şoranlaşır, yəni 1. Torpaqlar şoranlaşdıqdan sonra təbii ki, kollektor drenaj şəbəkəsi yaradılır ki, onlar yuyulsun, təmizlənsin 3 və qurun suların səviyyəsi aşağı düşür 5. Doğru cavabımız oldu yoldaşlar. 12-ci sualda A bəndi. Növbət test tapşırığına nəzər yetirdik. Söhbət 13-cü sualdan gedir. Baxaq. Sualda bizə nə deyir? Sualda bizə qeyd edir ki, coğrafi təbəqənin inkişafının müasir antropogen mərhələsi üçün səciyyəvidir. Yoldaşlar, burada ətraf mühit antropogen təsirindən güclənməsi bir doğru fikirdir. Endogen proseslərin fəallığının artması səhvdir. Bu, biogenə qədərki dövrdədir. Vulkanizmə bağlı olaraq. Yer səthində kosmik təsirin güclənməsi bu ifadədə yanlışdır. İnsanların müdaxiləsi ilə karbon dioksidinin artması istixana effektini artırır, 4 düzdür. Təbii landşaftların sahəsi azalır, əlbəttə ki, insan müdaxiləsi ilə azalır, xüsusən meşələr qırılır. İqlim dəyişikliyi ilə bağlı quru sahəsi genişlənir. Yoldaşlar, buna biz deyirik regresiya mərhələsi daha doğrusu. 1, 4, 5, doğru cavab 13-də oldu. Təbii ki, C bəndi. 14-də baxırıq. Buz səhralarının və vahələrin rast gəlindiyi əraziləri müvafiq olaraq müəyyən edin. Yoldaşlar, buz səhraları və vahələr əsas etibarilə qütb ətrafı ərazilərdə formalaşır. Bura qütb ətrafı ərazilərdə buz səhraları var. Baffin torpaq adası və Ellesmere adası Kanada Arktik arxipelagında. Və bundan sonra ikinci tərəfdə isə biz deyəcəyik ki, vahələr yeraltı sualın səthə yaxınlığına görə 2 səhra bölgəsindədir. Şimali Afrika və Ərəbistanda. Afrikanın şimalı və Ərəbistan yarımadası. Digər səhralarda yeraltı sular dərində olduğu üçün vahələr formalaşa bilmir. Düzgün cavab Y variantı hesab edildi. Növbəti suala biz nəzər yetiririk. 15-ci sual. Sual belədir. Deməli, sualda bizə sxemə əsasən uyğunluğu müəyyən elədir. Ekvatorialda rütubətli ekvatorial meşələr və qırmızı ferrarit torpaqlar qeyd olunub. Ona görə də biz burada təbii ki, biri doğru götürəcəyik. Qırmızı sarı ferrarit torpaqlar var. Mülayim enliklərdə iynəyarpaqlı qonur yox, podzol torpaq olmalıdır. Subtropik səhra yarım səhralarda açıq şabaldı təbii ki, ola bilməz. Burada əsasən boz qonur torpaqlardır. Subtropik zodyarpaqlı meşələr qəhvəyi torpaq doğrudur 4. Subarktikdə tundra podzol torpaq ola bilməz. Burada tundra qleyri olmalıdır. Podzol iynəyarpaqlı meşələrdədir. Subekvatorial savanna qırmızı qonur doğrudur. Cavab 1, 4, 6 variant A bəndi hesab olundu 15-ci sualda. 16-cı test tapşırığına gəlin nəzər yetirək. Sual belədir. Sualda bizə deyir ki, 16-da xəritə sxemdə enlik, yəni üfüqi zonallığın aydın müşahidə edildiyi ərazilər. Üfüqi zonallıq əsasən düzən ərazilərdə qeyd alınır. Biz xəritələrdə düzən əraziləri seçməliyik. Baxdığımız zaman düzən əraziləri, dağlıq əraziləri atsaq, yəni 3 Himalay, 2 Kordilyer və 6 Kordilyer atsaq, cavab qalır 1. Mərkəzi, belə deyim, Böyük Artezyan hövzəsi mərkəzi ovalıq, Amazon ovalığı 4 və Şərqi Avropa 5. 1, 4, 5. Düzgün cavab yoldaşlar 16-da oldu. A bəndi. 17-yə baxırıq. Bizə burada adalarla bağlı uyğunluğu soruşur. Adalar və təbii zonalar verib. Böyük Britaniya bildiyiniz kimi mülayim dəniz iqlim tipidir və burada qarışıq enliyarpaqlı meşələr ola bilər. C. Kalimantan ekvatorial iqlim qurşağıdır. Burada olacaq rütubətli ekvatorial meşələr. A. Baffin torpağı qütb ətrafı subarktik zonadır. Burada tundra və meşə tundra yayılacaq. Cavab C, A və B. 17-ci test tapşırığının cavabı oldu yoldaşlar. B bəndi. 18. Gəlin nəzər yetirək 18-ci suala. Sual belədir. Sualda bizə deyir ki, Azərbaycanın bitki örtüyünə aid olmayan fikri müəyyən edin. Bitki örtüyü hündürlük qurşaqlarına uyğun paylanmışdır. Bəli, doğrudur. Azonal. Düzən meşələrdə qara çöhrə fıstıq olmaz. Fıstıq Azərbaycanda yüksək, orta dağlıqların, təbii ki, meşə landşaftının yuxarı hissəsində fıstıq və ağaclar yayılıb. Ona görə də düzən meşələrində yayıla bilməz. 18-in səhv ifadəsi B oldu. Endemik relik bitki növləri var. Məsələn, biz buna deyəcəyik Talış dağları və Ceylan çayı orada. Yüksək dağlıq ərazilərdə Alp çəmənlikləri səciyyəvidir. Bu da doğrudur. Əsasən 2600-3000 metr arası. Tugay meşələrində söyüd, qovaq ağacları bitir. Bəli, ağyarpaq, qovaq, uzun saplaq, palıd, söyüd, qarağac və qızılağac bitkiləri Tugay meşələrində bitir. Düzgün cavabımız 18-də B oldu.
19-cu suala nəzər yetiririk. Sxemi tamamlayın deyir yoldaşlar. Qarışıq meşələr sizlər bilirsiniz ki, mülayim iqlim qurşağı daxilində yaranır və torpaqları hesab olunur təbii ki, çimli podzol torpaqlar. Burada biz yazmalıyıq çimli podzol torpaqlar. Qara torpaqlar bildiyiniz kimi çöl və meşə çöl zonaları daxilində yayılıb. Əlbəttə ki, biz bura baxanda deməli qeyd elədik mülayim iqlim qurşağı. 1-də, 2-də çöl və meşə çöllər, 3-də əsas üzr istəyirəm, mən burada podzol yazdım. Bu ifadə yanlış oldu. Qarışıq meşələrdə çimli podzol olmalıdır. Çimli podzol və ya belə deyək ki, əgər mövcud deyilsə çimli podzol, əsasən qonur meşədə biz qeyd edə bilərik bura qonur və qəhvəyi torpaqlar. Deməli, 1-ə mülayim, 2-yə çöl meşə çöl, 3-ə müvafiq olaraq qonur meşə uyğun gəlsə, deyək ki, 3-də qonur meşədə az miqdarda var. 4-də isə əlbəttə ki, Avrasiyada biz Qazaxıstan adını çəkə bilərik ki, burada steplər geniş yayılmışdır. Ona görə də düzgün cavabımız, baxın, 1-də subtropik olmaz, 2-də mülayim olsa da 2-yə bura səhra yaza bilmərik qara torpağa. 4-də subtropik olmaz, 1-də də tropik olmaz. Ona görə də cavabımız nə qalır? A bəndi 19-cu test tapşırığında. Amma qarışıq meşələrdə daha çox çimli podzolunu yazılmağı daha məqsədə uyğun hesab olunurdu. 20-ci suala biz nəzər yetirdik birlikdə yoldaşlar. 20-ci sualda vəziyyət budur. Verilən iqlim diaqramına aid olduğu ərazi üçün səciyyəvi xüsusiyyətləri bizdən soruşur. Temperatur gedişatı 20 ilə 30 dərəcə arasında dəyişir. İyun-yıl-avqust ayları yağıntılı, dekabr, yanvar, fevral ayları isə quraqdır. Bu, şimal yarımkürəsinin ekvatorial iqlim qurşağıdır yoldaşlar. Səciyyəvi əlamətlər. İl boyu suvarma ehtiyac var, səhvdir. Yayda dəmiyə şəraitindədir. Qışda irriqasiyadır. Ona görə 1 getdi. Boz-boz qonur torpaqlar təbii ki, yanlışdır. Bu ərazilərdə biz deyəcəyik ki, qütb gecə gündüzləri müşahidə olunmaz, tropiklər arasıdır. Qütb bulucu görünür, bəli, şimal yarımkürəsində düzdür. Aqroiqlim ehtiyatlarla yaxşı təmin olunub, düzdür. Biomüxtəliflik çoxdur, düzdür. 4, 5, 6 cavab D bəndi hesab olundu 20-ci sualda. Növbəti test tapşırığına gəlin nəzər yetirək. Növbəti sual belədir, 21. Bizə deyir ki, Böyük Qafqaz dağlarında sxemə əsasən A nöqtəsinə aid olan əlamətləri müəyyən elə. Bu ərazi 800 metr ilə 2000 metr arasıdır, orta dağlıqdır. Bura təbii ki, dağ meşə landşaftıdır. Aid olan əlamətlər Alp və subalp çəmənliyi olmaz. Kimyəvi və üzv aşınmaya məruz qalır, doğrudur. Dağ çəmən landşaftları olmaz. Səpələnən radiasiya payı üstündür, bəli, yağıntının bolluğu buludluqla əlaqədar olaraq 2-4. Əkinçilik ancaq suvarma şəraitində mümkündür, səhvdir, dəmiyədir. Dağ meşələri yayılmışdır, doğrudur. 2, 4, 6 cavab A bəndi 21-ci sualda. 22-ci test tapşırığına nəzər yetiririk. Burada suala diqqətlə baxsaq, Zaqatala bildiyimiz kimi yerləşir, təbii vilayət olaraq Böyük Qafqazda 3 və burada soyuq iqlim tipinə rast gəlinir. Bütün fəsillərdə bol yağıntılı soyuq. Basitçay dövlət qoruğu bildiyimiz kimi yerləşir Kiçik Qafqazda 1 və ora uyğun gəlir təbii ki, mülayim istici. 3-cü Zəngəzur bildiyimiz kimi uyğun gəlir Naxçıvan ərazisi Orta Araza, yəni 2. Orta Arazda da geniş yayılmışdır dağ, tundra, çünki yüksək dağlıqlara əhatə edir. Təbii ki, Basitçay dövlət qoruğu mülayim istidə, Zəngəzurda isə mülayim isti iqlim tipi ola bilməz. Ona görə də ora düşür dağ, tundraya. Cavabımız 22-də oldu yoldaşlar, Y variantı. Növbəti suala biz birlikdə nəzər yetiririk. Azərbaycanda boz qonur, boz çaman torpaqların yayılmadığı düzənliklər deyəndə yarımsərə quru çölün olduğu əraziləri atmalıyıq. Şirvan düzündə var, Qanıq Əriçayda yoxdur, yeraltı sular düzənmişə yaradır. Lənkəranda yoxdur, 3, Gayanda var, Muğanda var. Cavabımız oldu yoldaşlar, 2 və 3. Bunlarda düzənmişə və podzollu qileyli sarı torpaqlar yayılıb. 24-cü sual. Xəritə sxemə əsasən biomüxtəlifliyin zəngin olduğu əraziləri müəyyən edin. Biomüxtəliflik isti və rütubətli işıq, istilik və rütubətin bol olduğu yerlərdə olur. Burada uyğun gəlir verilənlərdən 2 Amazon, 5 Kongo çörəkliyi və 6 musson rejimli ərazilər. 1-də quraqlığa görə səhra yarımsəhradır, 3-də səhra yarımsəhradır, 4-də isə qütb ətrafı daimi donuşluqdur. Ona görə də düzgün cavabımız oldu 24-də 2, 5 və 6 variantı. 25-ci sual. Xəritə sxemə əsasən landşaft inversiyası, Azərbaycanda landşaft inversiyası, hündürə doğru landşaftların dəyişməsi, düzən meşə, dağ meşə və quru çöllər və dağ kserofil kolluqlara görə 5-dədir, yəni 5 ilə başlamalıyıq. İntrazonal landşaft Azərbaycan düzən meşələrindədir. Bura şollar, Qanıq Əriçay, Lənkərnovalığa aiddir. Bura düşəcək əlbəttə ki, Qanıq Əriçay, yəni 6. Və son olaraq texnologiyan Azərbaycanda insan fəaliyyəti hesabına yaranmış zavod və fabriklərin geniş yayıldığı ərazidir. Bu da sənayinin yüksək inkişaf elədiyi Abşeronda olacaq 2, 5, 6 və 2. Doğru cavabımız budur 25-ci sualda. 26-ya biz nəzər yetiririk.
həm əsas, həm də keçid iqlim qurşaqlarına yayılmış təbii zonalar. Yoldaşlar, səhra yarımsəhra həm tropikdə, həm subtropik, həm də mülayimdə var. Doğrudur. 1. Rütubətli ekvator meşə yalnız əsas iqlim qurşağındadır. Çoxyarpaqlı meşə və kolluqlar yalnız keçid iqlim qurşağındadır. İyniyarpaqlı tayqa meşələri yalnız əsas iqlim qurşağındadır və dəyişkən rütubətli muson meşələri həm subekvatorial, subtropik, həm də tropikin rütubətli vilayətlərindədir. Doğru cavabımız yoldaşlar oldu. 1 və 5-ci variantlar 26-cı sualda. 27-ci test tapşırığına gəlin birlikdə nəzər yetirək. Burada bizə əlbəttə ki, uyğunluq soruşur. Bütövlülük, ritmiklik və zonallıq, yer kürəsində təbii komponentlərin bir-birlə qarşılıqlı əlaqədə olması bütövlülük, sutkalıq, aylıq və illik təkrarlanan hadisələr ritmiklik və üfüqi və şaquli formada yayılmış komponentlər isə zonallıq qanuna uyğunluğunu yaradırdı. Bildiyimiz kimi şehin düşməsi sutkalıq ritmlərə aiddir. A. Musson küləkləri belə deyək ki, illik müvafiq olaraq ritmlərə aiddir. Olacaq B. Qida zənciri bütövlülük qanuna uyğunluğudur. 1-ə C. Təbii zonaların paylanması zonallıq qanuna uyğunluğudur. D. Torpaqların coğrafi enlik üzrə yayılması yenə coğrafi enlik deyəndə üfüqi zonallığa qanuna uyğunluğudur. Olacaq E. Cavabımız 27-də 1C, 2AB, 3D'yə hesab olundu. Yoldaşlar, keçirik situasiya tipli tapşırıqlara. Burada vəziyyət nədən ibarətdir, ona baxaq. Şimal yarımkürəsində bütün fəsillərin aydın müşahidə olunduğu A məntəqəsi, burada ya bu məntəqə ola bilər subtropik, ya da təbii ki, ola bilər yoldaşlar, mülayim iqlim qurşağı. Amma görək biz hansını seçməliyik, gəlin nəzər yetirək. Deyir ki, A məntəqəsinin yerləşdiyi coğrafi enlikdə yay mövsümü enən hava axınları, bildiyiniz kimi subtropikə yayda gəlir gözəl yoldaşlar tropik, ona görə olur orada enən hava yüksək təzyiq. Qış mövsümündə qalxan hava axınları üstündür. Qış mövsümündə bura təbii ki, mülayim hava kütlələri gəlir, olur qalxan hava alçaq təzyiq. Amma mülayim iqlim qurşağında bu göstəricilər müşahidə edilmədiyi üçün biz bunu götürə bilmərik. Sonra, şimal yarımkürəsilərinin bu enliklərində yerləşən qərb hissədə qışda, şərq hissədə isə yayda rütubət olur. Çünki qərbdən şərqə bildiyimiz kimi burada Aralıq dənizi, burada kontinental tip və müvafiq olaraq musson tiplər formalaşır. Musson rejimli ərazilər. İndi, bu coğrafi enliyə aid olan iqlim qurşağı deyəndə biz yazacaq. Təbii ki, subtropik iqlim qurşağı və onun bizə ikinci hissəsində deyir ki, onun daxil form iqlim tipləri Aralıq dənizi, kontinental, musson. Yəni, şimalda vəziyyət budur. Sonra, bu coğrafi enliyə aid olan iqlim qurşaqlarının formalaşan təbii zonalar və torpaq tipləri birinci biz deyəcəyik əlbəttə ki, burada yayıla bilər kontinental bölgələrdə səhralar və yarım səhralar təbii ki, yarım səhra, torpaqlar isə olmalıdır. Qarşısında qeyd etməliyik boz, qonur torpaqlar, boz, qonur torpaq. İkinci, biz deyəcəyik, burada formalaşıb cod, yarpaqlı meşə və kolluqlar, hansı ki, Aralıq dənizində meşə və kolluqlar, bunların torpağı konkret olaraq hesab olunur qonur və ən əsas da qəhvəyi torpaqlar, qəhvəyi torpaqlar. Yoldaşlar, bundan əlavə biz deyəcəyik, burada formalaşa bilər çöl və meşə, deyək ki, çöllər. Çöl və meşə çöllərin torpaqları isə əsas etibarlı formalaşıb qara torpaqlar, bir də şabalıdı torpaqlar. Şabalıdı torpaqlar. Sonra bizə gələcək burada musson meşələrində dəyişən, belə deyək, rütubətli musson meşələri. Bu meşələrdə də əsas torpaqlar hesab olunacaq. Qırmızı torpaq və sarı torpaqlar. Bir daha təkrarlayaq. Səhra yarım səhralar, boz qonur kontinental vilayətlərdə. Çoxyarpaqlı meşə və kolluqlar, qonur və qəhvəyi torpaqlar Aralıq dənizi vilayətində. Çöl meşə çöllər subtropik iqlim qurşağı daxilində, əsasən kontinental Aralıq dənizi arasında. Mussonda isə gözəl yoldaşlar bildiyimiz kimi dəyişkən rütubətli meşələr yayılıb. 30-da sual belədir. Bizə deyir ki, bu coğrafi enliyə aid olan iqlim qurşağına formalaşan təbii zonalarda geniş yayılan kənd təsərrüfatı sahələri bildiyimiz kimi çoxyarpaqlı meşə və kolluqlarda biz deyə bilərik sitrus meyvəçiliyi, vergül, üzümçülük və eyni qaydada biz burada deyə bilərik yoldaşlar, təbii ki, zeytunculuq. Zeytunculuq. Kontinental bölgələrində daha çox biz burada adını çəkə bilərik pambıqçılıq, pambıq. Eyni zamanda daha çox taxılçılıq deyə bilərik. Təbii ki, burada payızlıq taxıl növləri var. Taxılçılıq və təbii ki, otlaq heyvandarlığı. Bu da yarım səhra zonalardır. Otlaq heyvandarlığı.
suvarma otlaq şəraitində, örüş otlaqlarda. Və son olaraq, belə deyək, musson bölgələrdə isə əsas etibarilə formalaşıb çəltikçilik. Çəltikçilik, bilirsiniz, aqroiqlimə çox tələbkar olan, suda yetişən və daha çox əmək tutumlu hesab olunan sahə. Belə, diqqətiniz üçün təşəkkür edirəm, sağ olun.